Bəli, dünən gecədən müşahidə olunan küləkli hava şəraiti həm avtomobillərin, həm də piyadaların hərəkətində çətinlik yaradıb. Həmçinin bəzi bölgələrdə avtomobil yollarını buz tutub. Bugün müşahidə olunan küləkli hava şəraiti nə vaxtadək davam edəcək? Həmçinin qarşıdakı günlərdə hava şəraiti necə olacaq? Ətraflı məlumatı Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova çatdıracaq. Buyurun Gülşad. Bugün yanvarın 14-ü hazırda ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə yağıntılar intensiv xarakterlidir. Siz çox doğru qeyd elədiniz ki, Dağlıq və Dağətəyi rayonlarda isə gecə və səhər saatlarında yolların buz bağlaması da gözlənilir. Bugün 14-ündə fasilələrlə yağıntılı hava şəraiti ölkə ərazisində davam edəcək. Dağlıq və Dağətəyi rayonlarda qar yağacaq. Ayrı-ayrı yerlərdə isə yağıntıların intensiv xarakterli olacağı da ehtimal olunur. 15-i gündüz saatlarına yağıntılar tədricən kəsiləcək. Belə ki, Bakıda və Abşeron yarımadasında yanvarın 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında fasilələrlə yağıntılı hava şəraiti müşahidə olunacaq. Bugün müşahidə olunan arabir güclənən şimal-qərb küləyi axşam saatlarına tədricən mülayimləşəcək və sabah gün ərzində mülayim şimal-qərb əsəcək. Havanın maksimal temperaturu 3-6 dərəcə isti olacaq. Bölgələrdə də yağıntılı hava şəraitinin bugün davam edəcəyi gözlənilir. Dağlıq və Dağətəyi rayonlarda qar yağacaq. 15-i axşama doğru yağıntılar tədricən kəsiləcək. Yanvarın 16-sında Bakıda və Abşeron yarımadasında eyni zamanda bölgələrdə hava şəraitinin sabitləşəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Təşəkkürlər. Hava haqqında bizim çatdıracaqlarımız bu qədərdir. Buyurun, söz yenidən sizdədir.